Salam, bugün sizlərlə 2026-cı ilin 9 mart buraxılış imtahanını incələyək. Suallar necə düşüb? Suallar təbii ki, başlar sadə düşüb. 13 dənə qapalı, yəni test variantlı sual samsadədir. 5 dənə kodlaşdırılan sual da samsadədir. Son 7 yazılı sual isə vaxt alan düşüb və 44 bal verdiyini bilirsiniz. Çoxunuz ona görə bu 44 balı yığa bilməmisiniz. İndi bir şey deyim. Riyaziyyat imtahanına girərkən bir dənə bunu qəbul eləyin ki, riyaziyyat hesablama fənnidir və burada hesablama sizin vaxtınızı alacaq. Bunu qəbul eləyərəkdən girsəydiniz, bu suallar sizə çox da qorxuducu gəlməzdi. Riyaziyyat zaten hesablama fənnidir. Niyə digər fənlərlə müqayisə edirsiniz ki? Burada hesablama eləməlisiniz də. Burada 42-ni 23-ə vurmağı bacarmalısınız. Qıraqda vurun. Yəni bu qeyri-adi bir şey deyil. Sizin vaxtınız getmir. Zaten bunu yoxlayırlar ki, görək hansı uşaq axıra qədər eləyəcək. Məsələn, bir də ən vacib bir şey, xassələri bilməliydiniz. Nə bilməyim, modul gördünüz, modulun xassəsini bilməliydiniz. Daxili bucaq gördünüz, daxili bucağın. Mərkəzi bucaq gördünüz, mərkəzi bucağın. Burada tənbələn xassəsindən bağlı çox qəşəng sual düşüb. Yəni bütün xassələri, sonra baxın, uyğun tərəfi paralel olan bucaqlar. Tərifi biləndən sonra bunun 2 dənə qaydası var da. Sıraz yerinə qoyursunuz, cavab çıxır. Yəni dəqiq biləndən sonra və hesablamanın uzunluğunu, yəni qorxmayandan sonra, aha, riyaziyyat hesablama fənnidir, mən girib orada hesablayacağam deyəcəkdinizsə, bu sizə qorxulu gəlməyəcəkdir. Başlayaq hesablayaq. 61 hesablamanı da burada eləyəcəm ki, siz görəsiniz ki, imtahanda hesablamadan qorxmağın yeri yoxdur. A kvadrat çıxılsın, B kvadrat düsturu demişdik 2 dənə düşəcək, elə başlayan kimi birincisi düşüb. Bir dəfə çıxırıq, bir dəfə toplayırıq. Sərgəli yazmalısınız. Görün, heç nə qədər vaxtımız gedəcək. Bölünsün 378. Baxıram ki, toplayanda daha tam ədəd alınır. Birinci bunları toplayıram. 8 ilə 2-ni toplayanda 10, 1 yadda. 7 ilə 2-ni toplayanda 9, 1 də yadda 10, 1 yadda. 8, 1 də yadda oldu 900. Bunu çıxıram. 8-dən 2-ni çıxıram 6. 12-dən 7-ni çıxıram 5. Burada qaldı 756. 756-nı 378-ə böləndə görünür 2 elədiyi. Hər ehtimal bir dəfə də yoxlayın, amma 2 elədiyi görünür. 2-ni 900-ə vuranda 2-ni 9-a vurursunuz 18, yanına da 2-dən 0, 1800. Yəni sadə 9-un çift tipində bir olan sualdır. İndi bu, ədədi silsilə biraz böyüdüm ki, daha aydın görün. Silsilə fərqi, uşaqlar, fərq deyir. Riyaziyyatda fərq nədir? Nəyinsə fərqini tap. Gör, bu ondan nə qədər uzundur. Çıxıb tapmırıq. Fərq çıxmaq deməkdir. Çıxmalıydınız. Silsilənin fərqi d-dır. Böyük həddən balaca həddə çıxmalıydınız. 28-ci həddən 13-cü həddə çıxmalıydınız və indeksləri çıxmalıydınız. 28 çıx 13. 28-ci hədd 28-dir. 13-cü həddə baxın orada nə verib? 58-dir. 28-dən də 13 çıxanda nə qalır? 15. 28-dən 58-i çıxırıq. Mənfi 30. Mənfi 30-u 15-ə bölürük. Uşaqlar 30-u 15-ə böləndə 2 eləyir. Qabağında da mənfi var, mənfi 2. Bu da sadə sualdır, amma başa düşsəz. Uşaqlar, qorxmayın. Hə, tutaq ki, kimsə ədədi silsilədən zəifdir. Sualı görən kimi deməsin ki, mən bunu yaza bilməyəcəm. Zaten bal almır. Yəni bu bal çıxmayacaq. Səhv yazsaz belə bal çıxmayacaq. Biraz düşünün. Fərq deyirsə çıxın da. 28-dən 58 çıxın mənfi 30. Mənfi cavablar axtarın. 30-a bölünən cavablar axtarın. Yəni biraz cəhd edin. Düşünün. Riyaziyyat ancaq hesablamadır və düşünməkdir. Demişəm ki, kosinuslar görəndə ancaq koskos olur. Yəni cavablarda kosinuslar axtarmalıydınız. Bir dənə koskos buradadır, bir də koskos buradadır. Açsaydınız A ilə D-dən biri idi, amma gəlin cəhd eləyək. Kosinuslar toplananda 2 dənə kosinus olur. Kosinusun içində toplanıb 2-yə bölünür. O birisi də kosinus olur. Orada da çıxılıb 2-yə bölünür. Şu, nə idi ki? 2 dənə kosinus. 38 ilə 18-i toplasaz 56. 56-nı 2-yə bölsəm 28. 38-dən 18-i çıxsam 20. 20-ni 2-yə bölsəm 10. Kosinus 10. Görün 28-dən 10 hansı variantdadır? D variantında. Çətin deyil uşaqlar. Görün nə sadədir. Yəni orada 14 ilə 5 hardan çıxdı? Görün heç 14 ilə 5-in orada yeri var. Sırazı çıxdaş edilməlidir. Bir dəfə toplayıb 2-yə bölməliydiniz, bir dəfə də çıxıb 2-yə bölməliydiniz. Yəni axı bu qaydaları bilirsiniz. Qorxmayın, kimsə deməsin ki, mən trigonometriya bilmirəm, bunu yazmayım. Cavab özü sizə cavab deyir. Üstəlik də sadədən çətinə düşür, bunu bilin. Şu paralel xəttlər görəndə nə var orada? Oxşarlıq. Və heç sualı oxumuram. Paralel xəttlər varsa orada oxşarlıq var. Deyir AC 20-dir. BN 8-dir. NC 17-dir. MN-i tapın. Uşaqlar, balaca üçbucaqla bu böyük üçbucaq arasında oxşarlıq yaradıram. Bax, istəyirsiniz hətta burada çəkim. Böyük üçbucağın oturacağı 20-dir. Yan tərəfi 8 ilə 17-ni toplayın. 25-dir.
Vəsə da oturacağın oturacağa nisbəti bərabərdir yan tərəfin yan tərəfə nisbətinə. Çarpaz vuruq cavab olur. Bir də baxın görün. 25 dənə x bərabərdir 8 vur 20-yə. Hər tərəfi uşaqlar 5-ə bölək. Burada 5 qalır, burada 4 qalır. 5 dənə x bərabərdir 32. 32-ni 5-ə böləndə 6 tam 25-ə böləndə 0.4. 6 tam onda 4. Bir də diqqətli olun. 6 tam onda 4 deyəcək. Sadə oxşarlıq idi. 65-ci sual. Prizma deyəndə otaqdır. Prizma otaqdır. Yəni otağın aşağısı da var, üstü də var. Ya kvadratik otaqdır, ya üçbucaqlı, heç bir fərqi yoxdur. Bunun həcmini tapanda demirdik ki, otaqdakı havanın həcmini tapanda nə edirdik? Otaq görək aşağısı nə qədər tutur? Oturacağın sahəsi. Görək otağın hündürlüyü nə qədərdir ki, ora nə qədər hava yerləşir? Yəni otağın oturacağının sahəsini hündürlüyə vururduq. Olurdu həcm. Deyir həcm 120-dir. Otağın hündürlüyü 8-dir. Oturacağının sahəsini də istəyir də. Bundan sadə sual. Oturacağın sahəsini, yəni yeri hündürlüyə vururuq ki, görək otaq nə qədər hava tutur, həcmi nə qədərdir. 120-ni 8-ə bölməlidir. Bax, qorxmayın nəyəsə bölməkdən. 12-ni 8-ə böləndə 1, 48-ə böləndə 5. Oturacağın sahəsi 15. Yəni qorxmayın ki, mən burada bölünmü, vurummu? Hesablayın, düşünün və hesablayın. 5 sual getdi. İndi bura baxırıq. Düzbucaqlığın perimetri. Perimetr nədir? Tərəflərin cəmidir. Düzbucaqlığın 2 dənə eni var, 2 dənə uzunluğu var. Ona görə 2 vurulsun, A üstə gəl B. Düzdür? Yazıq 2 vurulsun. Deyir, eni 40-dır, uzunluğu da K-dır. 2 vurulsun, 40 üstə gəl K. A ilə belə də saxlayıblar. 2 vurulsun, 40 üstə gəl K. Bu. Uşaqlar deyir, 17-dən 23-ə qədər ödənən natural ədədlərin sayını tapın. Bütün buraxılış imtahanlarında sayıla bilən düşür. İstəyirsiniz, gəlin birinci sayıla bilən forma ilə eləyək. 17-ni alır, biz 17-ni alaq. 18, 19, 20, 21, 22. Uşaqlar, amma baxın 23-ü almır. Deyir, 23-dən kiçik olsun. Bu ədədləri sayaq. 3, 3, 6 dənə. Yəni sayaraq tapa bilərdiniz. Birdən deyərdiniz ki, müəllimə, növbəti imtahana saya bilməyən düşsə nə edərik? Özümüzdən kiçik bir ədəd veririk. Məsələn, desək 1-dən 5-ə qədər. Görək 1-dən 5-ə qədər neçə ədəd var? 1, 2, 3, 4. Yəni deməli 4 dənə ədəd var. 5-dən biri çıxsaq bəs eləyir yəni, hə? Sadəcə sondan ilki çıxsan bəs eləyir. Son çıx ilk. Deməli qayda budur. Son çıx ilk. Heç nə 23-dən 17-dən çıxacaqdınız. Cavab olacaqdı 6 dənə. Bir də deyim. Yəni özünüzdən balaca bir dənə ədəd verib yoxlayırsınız ki, mən bunları neynəsəm cavab alınır. Baxın. Burada sadəcə 5-dən biri çıxanda cavab alınır. Burada da sadəcə 23-dən 17-dən çıxanda cavab alınır. Amma bu sayıla bilməyən olanda bunu edeyim. 24 dənə şagird var. 2 dənə növbətçini neçə müxtəlif üsulla seçmək olar. Sizə demişəm, seçmək gördünüzsə bu nədir? Nədənsə nəsə seçirəmsə nədir? Kombinzondur. Müxtəlif cür seçirəmsə nədir? Permutasiyadır. Sizə əgər növbəti imtahan yer dəyişmə versə nədir? Nəyinsə yerini dəyişdirirsinizsə, uşaqlar bu faktorial. Yer dəyişmə desə faktorial, nəyisə seçirsə ya kombinzondan seçir, ya da permutasiya ilə seçir. Eyni bir şey seçirsə kombinzondan, müxtəlif bir şey seçirsə və ya fərqli bir şey seçirsə permutasiya ilə. Bu da deyir 2 dənə növbətçi seçir, yəni eyni bir şey seçir. Ona görə kombinzonla seçəcək. Kombinzon 24-dən 2. Anladınız? Eyni bir şey seçəndə kombinzonla seçir. Yazırıq 24 faktorial bölünsün fərqi. 24-dən 2-ni çıxın, 22 faktorial vurulsun sağdakı. Baxın, hesablamadan qətiyyən qorxmaq olmaz. İmtahana girdisə riyaziyyat hesablamadır, qorxmayın. Yaxın ədədləri bir-birinə tamamlayın. 22-ni 24-ə necə tamamlayın? Üstünə 1 gəlin, 23, 1 gəlin, 24. Tamamlandı. 2 faktorial 1 vur 2-dir. 24-ü 2-yə bölün, 12. Baxın, 23 vur 12. Bax, bunu hesablamalısınız da. Bax, bunu borcunuzdur da. Riyaziyyat hesablamadır, bunu hesablamalısınız. Yazırsınız 23 vur 12. 2 vur 3, 6, 46, 23, 276. Yəni bu hesablanmalıydı. C variantı. Uşaqlar, baxın, silinsə də amma görünür. 276 C variantı. Diqqətli olun. Eyni nəfər seçilirsə kombinzonla seçilir. Müxtəlif tip şeylər seçilsəydi, məsələn, biri şagird, biri köməkçi olsaydı, permutasiya 24-dən 2 yazardım. İndi baxaq buna. Hesablama. 4,5 vurulsun. Düzgün olmayan kəsrə çevirirəm. 3 vur 1, üstəgəl 2 eləyir 5. Üstəgəl 2,5. 4,5-i 3-ə böləndə eləyir 1,5. 1,5-i 5-ə vurub üstünə 2,5 gəlməliyəm.
1/5-i 5-ə vuranda 7/5, 7/5-in üstünə 2/5 gələndə 10. Baxın 9, o da 10. Deyir 40%-i 10 olan ədədi tapın. İstəsəz belə də yaza bilərsiniz. Hansı ədəddir ki, 40-a vurub 100-ə böləndə 10 eləyir? Bildiniz? Belə də yaza bilərsiniz. Amma ən rahatı budur. Qırmızı ilə yazacağım ki, görün. Hansı ədəddir ki, baxın 40%-i 10-dur. Onda 100%-i neçədir? X. Bu 4 dəfə azalıbsa, bu da 4 dəfə azalacaq. X olacaq 25. Deməli, ədəd 25 imiş də. 40%-i 10 olan ədəd 25 imiş. Gəlin, burada da çarpaz vuraq, baxaq görə həqiqətən 25-dir. 40 dənə x bərabərdir 1000. Uşaqlar, sıfırlardan biri gedir. 100-ü 4-ə böləndə neçə eləyir? 25. Həqiqətən də 40%-i 10 olan ədəd 25-dir. İstənilən yoldan birini əzbərləyin. Faiz hər dəfə imtahana düşür. Ədədin faizini tapmaq, faizə görə ədədi tapmaq ikisi də düşür. Sualı oxumağı bacarmalısınız. Çevrə sualı salıblar. Hardadır çevrənin bucağı? Küncdə. Daxili bucaqdır. 40-dırsa bu bucaq xeyli böyüyüb olur 80. Bu da küncdə deyil bucaq. Küncdəki bucaq çox kiçik olmur. Bura 80-dirsə, bu 2 dəfə kiçik olur 40. Всё, bu oldu 40. Və ya deməliydiniz ki, müəllimə, demişsiniz ki, eyni qövsə söykənən bütün daxili bucaqlar bərabərdir. Bir dəqiqə, bu 40 idisə, güya bu da 40 deyil. Hətta birini də versəydilər, o da 40 deyil. Bir dənə eyni qövsə söykənən uşaqlar, eyni qövsə söykənən bütün daxili bucaqlar eynidir. Çünki hamısı yarısına bərabərdir də, hamısı yarısına bərabərdir. Çevrənin üstündə nöqtə gördünüzsə, o daxili bucaqdır. Sinus 60 çıx kosinus 30. Sinus 60-da demişdik bucaqlar düşəcək, düşübmü? Sinus 60-da kök 3 bölü 2 alır. Kosinus 30-da 90-dan çıxıram, bu da sinusun 60-da aldığını alır, o da kök 3 bölü 2-dir. Eyni ədəddən eyni ədədi çıxanda 0 eləyir. Baxın, yəqin ki, bu dəfə də salacaqlar. Yəni, iminli bucağı təkcə salmayıblar. Deyiblər ki, uşaq ad dəyişməni bilirmi? Yəni, bildiniz nə? Qonşu bucaqları çıxa bilirmi? 90-dan çıxa bilirmi? Və o tip salıblar. Sırf bucaq salmayıblar. Eyni şeydən eyni şey çıxanda 0 qalır. Üst-üstə dərəcələr vurulur. Kök 2-ni kök 2-yə vuranda, uşaqlar, kök 2-nin kvadratı eləyir. Köklə kvadrat itir, qalır 2. 2-nin kvadratı neçə elədi? 4. 73-cü sual. Hə, uşaqlar, vurma soyuna keçəndə nə olur? Bölmə. 8-i -2-yə bölürəm. Biz də deyirik ki, mənfiyə böləndə işarə dəyişmir. Dəyişir. 8-i -2-yə böləndə eləyir -4 və işarə də dəyişdi. Cavabımız oldu uşaqlar, -4-dən böyük ədədlər və -4-ü də alır. Yəni, -4, -3, -2, -1 və s. Bunlardan ən kiçiyi hansıdır? -4. Bu variant. Uşaqlar, qapalı suallar bitdi. Baxın, 13 dənə qapalı sual var idi. İndi 5 dənə də kodlaşdırma sualına keçək. Görək bunlar nə çətinlikdə düşüb ki. Konus görən kimi k, çosa papağı çəkməliyiz ora. Oldu çosanın başından papağı. Şo da. Deyir ki, konusun doğranı, yəni yan tərəfi. Baxın uşaqlar, çosa papağının qırağı. Papağın qırağıdır da uşaqlar, kənarı, doğran kənarıdır. Bu papağın qırağı deyir 10 kök 3-dür. Və deyir ki, bu oturacaq yer deyil. Deyir, yerlə 30 dərəcəli bucaq əmələ gətirir. Burası da deyir 30 dərəcədir. Uşaqlar, hündürlük çəkirik. Bütün fəza fiqurlarında hündürlük çəkilir. 30, 90, bura qalır 60. 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısıdırmı? 10 kök 3-ün yarısı eləyir 5 kök 3. Bura oldu 5 kök 3. İndi bir dəqiqə bura baxın, qara ilə göstərəcəm. 60 dərəcəli bucağın qarşısındakı katet 30-dakından kök 3 dəfə böyükdür. 30, 60, 90 qaydası. Bura x olanda, bura kök 3 dəfə böyük olurdu. Bura da 2 dəfə böyük olurdu. Bizə 30-un qarşısındakini verib 5 kök 3. 60-ın qarşısındakini istəyir. Biz də demişik ki, kök 3 dəfə böyük olur. 5 kök 3-ü kök 3-ə vururam. Kök 3-ü kök 3-ə vuranda 3 eləyir. 5-i 3-ə vuranda 15 eləyir. Demək ki, radiusumuz, yəni bura, bu xətt neçə imiş? 15. Bizdən də oranı istəyir. Oturacağın radiusunu tapın 15. Nə diqqətli olun. 30, 60, 90 qaydası gətirib çosa papağının içinə qoyublar, sizi çaşdırıblar. 74 buydu. Yəni kimsə deməsin ki, mən fəza bilmirəm, bunu yazmayacağam. Bunu yəni nə bilmə, yazmamaq üçün 30 dərəcə verib 10 kök 3 verib. Niyə o boyda 10 kök 3-dürsə, 30 bunun yarısıdır, 5 kök 3-dür. Səndən də aşağı tərəf istəyirsə kök 3-ə vur da. 5 kök 3-ü kök 3-ə vur, yaz 15.
75-ci sual. Üstlük, tənlik həmişə imtahanın bir sualıdır. Üstlər nə vaxt toplanır? Vurulanda. Üstlər nə vaxt toplanır? Vurulanda. Ortaq məxrəc vuruq çıxarmalıyıq. İkisində də 2 üstü x-i görürük. Sizcə, görə yazacağım ki, gözünüz yorulmasın. 2-nin kubu nə deməkdir? 8. 8 dənə 2 üstü x çıxılsın 6 dənə 2 üstü x. 3 dənə 3 üstü x çıxılsın 1 dənə 3 üstü x. Həll eləyək də. 8 dənədən 6 dənəni çıxanda 2 dənə 2 üstü x qalır. 3 dənə 3 üstü x-dan 1 dənə 3 üstü x-i çıxanda 2 dənə 3 üstü x qalır. Hər tərəfdən bu müsbət ədədlər ixtisar gedə bilir də, bölə bilirik müsbət ədədlərə. Qalır 2 üstü x kiçikdir 3 üstü x-dan. Uşaqlar, 3 normal halda qara ilə göstərirəm, diqqətlə baxın. 3 onsuz 2-dən böyükdür də. Yəni deməli artan funksiyadır. Yəni üstü müsbət ədədlər olacaq. Bildiniz uşaqlar, yəni köşə salıb filan kiçiltməyəcəm. Müsbət ədədlər, sıfırdan böyük ədədlər. Sıfırdan böyük. Sıfırın özünü niyə almır? Çünki sıfır alsa, ikisi də 1 olacaq. Ədədin üstündə 0, 1 deməkdir. Sıfırdan böyük ədədlərin hamısında həqiqətən bu böyük olur. Sıfırdan böyük ədədlər hansıdır? 1, 2, 3, 4 və s. Deyir, bunların arasından ən kiçiyini tapın. Ən kiçiyi hansıdır? 1. Bu sualın cavabı oldu 1. Diqqətli olun. Nə idi ki? Yəni artan funksiyadır da, üstünə müsbət ədəd qoymalıydınız da. Müsbət ədədlər də 1-dən başlamır. Nə çətin sual idi ki, görüb qorxmusunuz. Aha, 2 rəqəmli ədədlərdən kök altında AB natural ədəd olarsa, yəni kökdən çıxan ədədlər. Bir dəqiqə düşünək. Kökün içinə nə yaza bilərəm ki, kökdən çıxsın? 1-in kvadratı 1, 2-in kvadratı 2, 3-ün kvadratı 9, 4-ün kvadratı 16. 2 rəqəmli ədəddir. 4-ün kvadratı 16, 5-in kvadratı 25, 6-nın kvadratı 36, 7-nin kvadratı 49, 8-in kvadratı 64, 9-un kvadratı 81, uşaqlar 10-un kvadratı 100 edir və 3 rəqəmli ədəd edir. Bizə deyir 2 rəqəmli ədədlərdən təsadüfən seçilmiş bir ədədin tək ədəd olması. Bunlardan hansı təkdir? İçərisinə baxın. Deyir AB ədədlərindən tək ədəd olması. Hansı təkdir? 25 özü tək ədəddir, 49 özü tək ədəddir, 81 özü tək ədəddir. Yəni bu 6 dənə kəsirdən 3-ü təkdir. Ehtimal nə idi? Soruşulan böl ümumi. Uşaqlar 3 dənə təki soruşur, ümumi də 6 dənə kəsir var. Cavab olur 2-də 1. Çox sadə sual idi. 6 dənə kəsirdən 6 dənə ədəddən 3-ü tək idi. 6 dənə 2 rəqəmli ədəd var ki, uşaqlar, onlardan kök çıxa bilir. Və həmin ədədlərdən də 25, 49, 81 tək ədəddir. 6-dan 3-ü, yəni 2-də 1. Cavabı 2-də 1 də yaza bilərsiniz. 0,5-də orada kodlaşmaya baxında 0,5 kodlaşdırmalıydınız. 1000 dəfə demişəm. Loqaritmada bölmə görürsünüzsə, xassədir. Bax, loqaritmanın xassəsidir. Nə demişəm? Loqaritma məxrəcdə olmaz. Loqaritma məxrəcdə olmaz. Yerin dəyişib sürəti atmalıyam. Bu qaydadır. Loqaritma məxrəcdə olmaz. Yerin dəyişib sürəti atıram. 32 ilə 9-un yerin dəyişib sürəti atıram. 81-i nə yazaram? 9-un kvadratı. 8 ilə 32-ni də bir-birindən əlaqələndirib bunu 2-nin kubu yazaram. Bunu 2 üstü 5 yazaram. 9-u da 9 üstü 1 yazaram. İndi baxaq görək nə olur. Demişik qüvvətlər qabağa atılır. Buranı silək ki, bizə maneçilik törətməsin. Loqaritmanın ən vacib xassəsidir. Qüvvətlər qabağa atılır. Qara ilə göstərəcəm, baxın görün. Bu 3 ilə bu 2 qabağa atılır. Olur 3 böl 2. Loqaritma 9-dan 2 burada qaldı. Burada da 1 ilə 5 qüvvətlər qabağa atılır. Qaldı loqaritma 2-dən 9. İndi əlimə baxın görün. Tərs ədədlərin hasili 1 deyil. Loqaritma 9-dan 2-dən, loqaritma 2-dən 9. Bu 9-dan bu 9 gedir, bu 2-dən bu 2 gedir. Qalır 2-də 3 vurulsun 5-də 1. Sürəti sürətə vururam. 3-ü 1-ə vuranda 3, 2-ni 5-ə vuranda 10. Cavab alında 10-da 3. Yəni 0-10-da 3. Bu qədər sadə. Bir dənə loqaritma baxın, 2-dən xassəsini bilməliydiniz. Loqaritma məxrəcdə olmaz. Tərsinə çevirib sürət atmalıyam. İkinci xassə qüvvətlər əmsal olaraq qarşıya düşür. 78. Sonuncu kodlaşma sualıdır. Deyir x 0,4-dür.
Bunun kvadratı görürsünüz, hesablamadan qorxmamalıydınız, yazmalısınız. 10 vur 0.4-ün kvadratı. Kimsə bunu kvadrata qaldıra bilmirsə, qorxmasın. Kvadrat mənfini udur, onsuz bu mənfini yox eləyin getsin. Modul da mənfini udur. İkisi də mənfini udur deyə bu mənfini yox eləyin, siz çaşdırmasın. 10-da 4-ün kvadratı bilirsiniz nə deməkdir? 10-da 4 vur 10-da 4. Niyə çaşdınız ki? Çıxılsın 5 vur 10-da 4. Belə yazın. Üstə gəl 3. Uşaqlar, bu 10'lar getdi. Qaldı 10'da 16. 4'ü 4'ə vurun 16. 16'nı 10'a böləndə 1 10'da 6 eləyir. 5 vur 4 20'dir. 20'ni 10'a böləndə 2. Uşaqlar, 20'ni 10'a böləndə 2. İşte gəl 3. Müsbət ədədləri 1 toplayın. 1 10'da 6 ilə 3'ü toplayın. 4 10'da 6. 4 10'da 6'dan 2'ni çıxın. 2 tam 10'da 6. Bu da kodlaşdırılan suallar. Bir dənə diqqətli olun, baxın. Çətin deyildi. Konusla bağlı sual idi. 30-60-90 qaydası. Üslü tənlik həmişə düşür. Bu sadəcə fikirləşib yazmalı olduğunuz sual idi. Loqaritmanın xassəsini bilməli olduğunuz sual idi. Kvadrat və modul mənfili udurla bağlı sual idi. Aha, indi isə baxırıq yazılı suallara. Yazılı sualları həll edərkən etap-etap yazırsınız. Tələsmədən hesablama apararaq. Çünki bilirsiniz ki, riyaziyyat hesablamalı fəndir, ardıcıl yazmalısınız. Başqa yolda yoxdur. 79. Deyir, aralarındakı məsafə 34 km olan A və B məntəqələrindən uşaqlar, məsələ tipli suallar həll edilərək, yəni qrafik çəkilərək həll edilir. Bu 5-ci, 8-ci sinif dərsliklərində apaydın verilib. Məsələlər qrafik çəkilməlidir. Yazırsınız A, B. Mütləq məsələ həll edərkən orada qrafik çəkilməlidir. Deyir, aralarındakı məsafə 34 kilometrdir. Velosipedçi və piyada eyni zamanda qarşı-qarşıya hərəkətə başlayır. Buradan velosipedçi getsin, bu yazıram, velosiped. Buradan da piyada gəlsin, qarşı-qarşıya. Cəmi də deyir 34 kilometrdir. Buraya yazaq 34 kilometr. Deyir, A'dan hərəkətə başlayan velosipedçinin sürəti piyadanın sürətindən 8 çoxdur. Onda piyadanın sürətinə V deyim. Buna V üstə gəl 8 deyim. Deyir, 8 çoxdur da, elə də yazdım. Deyir, velosipedçi A məntəqəsindən başlayandan 24 kilometr məsafədə olan C məntəqəsinə, bir dənə deyir C məntəqəsinə çatır ki, buradan bura qədər məsafə 24-dür. Sizcə 34 kilometrin 24 kilometri buradırsa, 34-dən 24-ə çıxın, burada qalır 10 kilometr. Aha, yolları da tapdıq, sürətləri də yazdıq üstünə. Görək bizə zamanla bağlı nə deyir? Axı biz bilirik ki, T bərabərdir S bölü V. Bax, yolları tapdıq, sürətlərlə bağlı məlumat verib, görək zamanla bağlı nə deyir? Deyir, velosipedçi piyadadan 0.5 saat tez çatıb. Uşaqlar, velosipedçi tez çatıbsa, piyada geç çatıb. Bir dənə baxın, piyada geç çatıb. Çatıb, yəni daha uzun müddət yolda olub. Uzun müddət yolda olub. Həqiqətən də piyada daha yavaş-yavaş gedir, daha uzun müddət yolda olacaq. Uzun müddət yolda olub. Yazaq onda T piyada bərabərdir T velosiped üstəgəl 0.5. Axı deyir, bu 0.5 saat tez çatıbsa, o 0.5 saat geç çatacaq da. Bu tənliyi əldə eləyəcək, cavab çıxacaq. T nəyə bərabər idi? Yuxarıda yazmışam. S böl V. Piyada görək necə gedib? S nə qədər S gedib? 10 km S gedib. V-si nədir? Elə V. Görək velosipedçi nə qədər S gedib? Velosipedçi 24 km yol gedib. Bəs V-si nədir? V üstə gəl 8. Baxın uşaqlar, bu düsturda yerinə qoyduq. Göylə göstərəcəm. T bərabərdir S böl V. T-lərin yerinə S böl V yazdım. Yəni getdikləri kilometri böldüm sürətlərinə. Üstə gəl 0.5. Sizə demişik uşaqlar, X gördünüz, V gördünüz, bir tərəfə yığın. Bunları bir tərəfə yığıram. 10 böl V çıxılsın 24 bölünsün V üstə gəl 8 bərabərdir 0.5. 0.5 istəsəz 2-də 1 də yaza bilərsiniz. 0.5 2-də 1 deməkdir. Kəsirlər çıxılanda ortaq məxrəcə gəlir. Baxın, hesablamaqdan heç vaxt qorxmayın. V-yə böləndə V üstə gəl 8 qalır. Ona vuracağıq. Çıxılsın. V üstə gəl 8-ə böləndə də V qalır da. V-yə vuracağıq. Bərabərdir 2-də 1. Məxrəcdə V-ni V-yə vuranda V kvadrat, V-ni 8-ə vuranda 8V. Sürətdə qalır 10V, üstə gəl 80, çıx 24V. Bərabərdir 2-də 1. Bir dənə baxın bura. Bu 24V-dir. Diqqətli olun.
Uşaqlar 80-80-dir. 10-dan 24-ü çıxanda -14 edir. 80 çıx 14v bölünsün v kvadrat plus 8v bərabərdir 2-də 1. Biz demişik ki, kəsir görəndə nə edirsiniz? Çarpaz vurursunuz. Sağ tərəfdə yazıram uşaqlar. Baxın, burada yazacağam. V kvadrat üstəgəl 8v-ni 1-ə vuranda eləyir v kvadrat plus 8v. 80-i 2-yə vuranda 160. 14-ü 2-yə vuranda 28v. Bir daha bunu qəşəng yazaq ki, görünsün. V kvadrat plus 8v bərabərdir 160 çıxılsın 28v. Alınır v kvadrat. 8-in üstünə 28 gəlir nə eləyir? 36v çıxılsın 160 bərabərdir 0. Kökləri tapanda nə ilə tapırıq? V-lə. Nəyi nəyə vuranda mənfi 160 eləyir? Toplayanda mənfi 36 eləyir. Düşünün, vuranda mənfi 60. Toplayanda mənfi 36. Mənfi 40-la 4 deyil. Toplayanda baxın, mənfi 36 eləyir. Vuranda mənfi 160 eləyir. İndi görək V biz nəyə qeyd eləmişik? Baxın, V piyadanın sürətidir. Bizdən də piyadanın sürətini istəyir. Baxın, piyadanın sürəti. Piyadanın sürəti sizcə mənfi 40 ola bilər? Yox, piyadanın sürəti demək ki, 4-ümüş. Yəni, mənfi qiymət ala bilmir deyə müsbət 4. Cavabı yazmalıydınız 4. Bu formada da həll eləməliydiniz. İstəsəz V-nin yerinə X da yaza bilərsiniz. Yəni, yazardınız 10 böl X bərabərdir. 24 bölünsün X üstəgəl 8 üstəgəl 0.5. Amma biz demişdik də, yolla, zamanla, sürətlə bağlı sual düşəcək. Bunu çoxlu işləyin. 80-ci sual. Ədədi orta ilə bağlı sual düşüb. Yadımıza salaq görək ədədi orta nə idi? Ədədi orta cəm böl say deməkdir. Görək nədən söhbət gedir. Deyir, 24 nəfər işçi qrupunda olan qadınların yaşlarının ədədi ortası 21-dir. Kişilərin yaşlarının ədədi ortası 29-dur. Bütün işçilərin, yəni kişi və qadınların birlikdə yaşlarının ədədi ortası 26-dır. Qrupda neçə nəfər kişi var? Kişilərin yaşını istəyirsə, neçə nəfər sayını istəyirsə. Onda gəlin belə eləyək də, kişilərin sayını x deyək. Çünki bunu istəyir, elə x tapsaq, bu kişinin sayı olsun, cavab olsun. Qadınların sayına cəmi 24 nəfərdirsə, x nəfəri kişidirsə, həmişə bu haqda danışmışıq. 24-dən x-i kişidirsə, 24 çıx x-i qadındır, yəni qalanı qadındır. 24 çıx x dənəsi də qadındır. Görək bizə nə deyir? Qadınların ədədi orta. Ədədi orta demədik ki, cəm böl saydır. Deməli, qadınların yaşlarının cəmini sayına bölsəm, qadınların sayına baxın, 24 çıx x-a bölsəm, deyir 21 alınır. Birinci tənliyimiz bu, burada da qalsın. İndi ikinci tənliyi yazaq. Deyir, kişilərin yaşlarının ədədi ortası. Ona görə kişi bölünsün. Kişilərin sayı da x-dır. Deyir, ədədi ortası 29-dur. Görək başqa nə deyir? Bütün işçilərin yaşları. Axı, bunu vurub gəlin hesablayaq görək bütün işçilərin yaşı neçədir? Qadınların yaşını hesablayaq. Qadın bərabərdir. 24 vur 21. Çıxılsın 21 vur x. Bax, bunu deyirəm də. İmtahanda 24-ü 21-ə vurmaqdan qorxursunuzsa girməyin yeri yoxdur. Burada vurun. 24 vur 21. 1-i 24-ə vuranda 24, 2-ni 24-ə vuranda 48, 504. Qadınların deməli yaşlarının cəmi 504 çıx 21 x-dir. İndi kişilərə baxaq. Kişilərin yaşlarının cəmi 29 x-dir. Bizə sonuncu bir cümlə verib. Və o cümlə bizə çox önəmlidir. Bütün işçilərin yaşlarının ədədi ortası. Baxın, gəlin yenə yazıram. Ədədi orta nə idi? Cəm böl say deyildi. Bunları cəmləyib. Bu x-dir. Bunları cəmləyəcəm. Yazaq. 504 çıx 21x üstəgəl 29x. Böləcəm sayına. Sayı da verib də sinifdə. Uşaqlar, bu da işçi heyətidir. İşçidə nə qədər? İşdə nə qədər işçi var? 24 nəfər. Sayına bölürəm. Deyir, bərabərdir 26. İndi də həll eləyəcəm. 504 29 dən x-dan 21 dən x-i çıxın, eləyir 8x. Çarpaz vurun, bərabərdir 24 vur 26. Görürsünüz, yeni hesablama. 24-ü 26-ya vurmaqdan qorxursunuzsa girməyin. Qorxmamalısınız, riyaziyyat hesabıdır. Sizin hesabınızı riyaziyyatda yoxlamayıb, harda yoxlayacaqlar? 4 vur 6, 24, 2 yadda, 12, 2 yadda, 14, 2-ni 24-ə vuranda 48,
624. Yazırıq 504 üstə gəl 8-dən x bərabərdir 624. 8-dən x-i tapanda 624-dən 504-ü çıxırıq. 120. 120-ni 8-ə bölməkdən qorxmayın. Bölün. 12-ni 8-ə böləndə 1, 40, 40-ı 8-ə böləndə 5, 15. X-i tapdıq 15. Gətirək yazaq x-in yerinə 15. Elə burada. Kişilərin sayı oldu 15. Görə bizdən nə istəyir? Neçə kişi var? Elə kişilərin sayını istəyirmiş 15 nəfər. Anladınız? Kişilərin sayını istəyir 15 nəfər. 81. Dedik parabola ilə bağlı sual düşəcək. Dedik parabola çox vacib bir şeydir. Parabolanın təpə nöqtəsini bilməlisiniz, sıfırlarını bilməlisiniz. Hər dərs vurğuladıqmı? Parabola önəmli bir şeydir. Parabolanın nəyin bilməlisiniz? Sıfırlarını və təpə nöqtəsini. Tam da dediyimiz sual. Buna aid bir azı 5-6 sual işlədik hələ son dərs. Yəni azı 100 sual işləmişik, amma son dərs 5-6-sını işlədik. İndi baxaq. Deyir ki, S-dən O-ya qədər məsafə 5 cm-dir. Bura yazıram 5. Deməli, bu nöqtənin koordinatları 5, 0-dır da. Amma bura 5 yazmağımız bəsdir. Bu düz bucaqlı, üç bucaqdır. Bu da dikinə qalxan xəttdir. Hündürlükdür. Hündürlük hipotenuzu bölürsə, H, hipotenuzu hansı nisbətdə bölür? Hətta deyirdim, adam adını oxşuyur. M-in nisbətdə bölür. M-N. Hündürlük hipotenuzu necə bölür? M-in nisbətdə bölür. Diqqətli olmalıydınız. Düz bucaqlı, üç bucaqda hündürlük hipotenuzu M-in nisbətdə bölür. Deyir B-O A-O-dan 25 dəfə böyükdür. Bir dəqiqə, bura onda x yazım, bura 25x yazım. 81-ci sualı sol tərəfdə həll edirəm. Hündürlüyün kvadratı bərabərdir M vur N. Metrik münasibətdir. Hər imtahan, hər buraxılış biri düşür. Bu dəfədən sadəçisi düşüb. Hündürlük 5-dir. 5-in kvadratı bərabərdir. X vur 25x. 25 bərabərdir 25x-in kvadratı. X-in kvadratını tapırıq 1. X da tapılır müsbət mənfi 1. Sizcə sıfırdan sol tərəfə müsbət 1 olar, mənfi 1 olar? Mənfi 1. Qırmızı ilə və ya nə ilə yazım? Qara ilə yazım görünsün. Bax, bura yekə biraz da qalınlaşdırım, yekə yazım görünsün. Buranı tapdıq mənfi 1. Sıfırdan sol tərəfdə olduğu üçün. Burada da 25 axı sıfırdan sağ tərəfdədir. Müsbət 25 olar, mənfi 25. Müsbət 25. Buranı da tapdıq 25. Görək bizdən nə istəyir? İndi qrafiki burada çəkirəm. Bir daha baxın, görün. Parabolanın x-i kəsən nöqtələrinin birini tapmışıq mənfi 1, o birini də tapmışıq 25. Onda bu parabolanın sıfırları deyil. Parabolanın sıfırları onun kökləridir. Üstədə kökləri tapmışıq da. Kökləri tapdıq ki, biri mənfi 1-dir. Birini də tapdıq ki, 5-dir. 25-dir. Kök mənfi 1-dirsə, vuruq x üstə gəl 1-dir. Kök 25-dirsə, vuruq x çıx 25-dir. Vuruqları yazıb, parabolanın tənliyini vuracam. Vuruğun biri x üstə gəl 1-dir. O birisi x çıx 25-dir. Bunu bir-birinə vururam. Olur x kvadrat çıx 25x üstə gəl x çıx 25. Alınır ki, x kvadrat çıx 24x çıx 25. Amma diqqətli olun, parabola haradır? Üzü aşağıdır. Üzü aşağı olanda parabolanı nəyə vururuq? Mənfiyə vururuq. Hər tərəfini, yəni bütün hədlərini mənfiyə vurmalıyım. Parabolanın qabağına mənfi atıram. Olur nə? Mənfi x-in kvadratı plus 24x plus 25. Bu x-dir. Deyir, parabolanın təpə nöqtəsinin apsisi. Parabolanın təpə nöqtəsi MN-dir. Hər yerdə də bu MN var. MN-i bilməyib niyə imtahana girirsiniz? X-i, yəni apsis x-dir da, apsisi M-dir. M-in düsturu nə idi? Mənfi B böl 2A. Uşaqlar, mənfi B böl 2 dənə A. Yəni mənfi 24 böl 2 dənə mənfi 1. Mənfilər gedir. 24-ü 2-yə böləndə nə qalır? 12. Deməli, parabolanın təpə nöqtəsinin x-i nəymiş? 12-ymiş də. Bir də diqqətli olun, görün. Bu barədə nə qədər işləmişik, nə qədər. Diqqətli olun, parabolanın sıfırların heç çox dərinə getməyə ehtiyac yox idi. Mən indi izah verirəm deyə bu qədər dərinə getdim. 5-in kvadratı 25-dir. Burada da deyir 1 ilə 25. Baxan kimi görünür. Buna 1 deyin, buna 25 deyin də. Köklər mənfi 1 ilə 25-dirsə, bu barədə 1000 dəfə danışmışıq. Mənfi 1-dirsə, vuruq x üstə gəl 1-dir. 25-dirsə, vuruq x çıx 25-dir. Vuruq nə deməkdir? Vur deməkdir. Bunları bir-birinə vurub, bu parabolanın tənliyini tapmalıydınız. Parabola üzü aşağıdır deyə mənfiyə vurub, bunu tapmalıydınız.
Təpə nöqtənin x-i m-dir. M-in düsturunda mənfi b bölü 2 tapıb 12-ni yazmalıydı sonra. Bu sualı saniyəlik yaza biləcəyiniz sual idi. Başqaları yaza bilməsə də siz yazmalıydınız. 82. Uyğun tərəfi paralel olan bucaqları son dərs danışdıq, yola saldıq. Uyğun tərəfləri paralel də olanda, perpendikulyar da olanda cəmi 2 dənə qayda var. Bu bucaqlar ya bir-birinə bərabər olur uşaqlar. Başqa bir dənə bucaq yazım ki, qarışdırmayın. Bu bucaqlar ya bir-birinə bərabər olur, ya da bu bucaqların cəmi 180 olur. 2 dənə qayda var. Eyni olanda bir-birinə bərabər olur, müxtəlif olanda cəmi 180 olur. İndi görək bizə nə deyir? Alfa ilə beta müxtəlif adlıdır. Yəni, alfa ilə betanın cəmi 180-dir. Müxtəlif olanda axı cəmi 180 olur. Belə. Qamma ilə fi-amma deyir, eyni adlıdır. Eyni adlı olanda dedik bərabər olur. Qamma ilə də fi bərabərdir. İndi görək nə deyir? Qamma bucağının, uşaqlar qamma budur. Dərəcə ölçüsü alfanın dərəcə ölçüsündən 20 azdır. Baba yazıram uşaqlar. Qammanın düz aşağısına yazıram. Alfa çıx 20. Yazdım. Görək başqa nə deyir? Fi-nin dərəcə ölçüsü. Baba fi-ninkini də düz bura yazıram. Fi-nin dərəcə ölçüsü betanın dərəcə ölçüsündən 20% çoxdur. Betanınkindən 20% çoxdur. Uşaqlar bunları 100 kimi qəbul elədiyim üçün belə rahat yazıram ha. Betanınkindən 20% çoxdur. Çünki 100 qəbul eləmişəm. Beynimizdə 100 tutmuşuq. Faizi 100 tutmuşuq. İndi bir dəqiqə. Alfa ilə betanı bir tərəfə yığaq. Alfa çıx beta bərabərdir 20 üstə gəl 20, yəni 40. İndi tapdıq da. Cəmi 180 fərqi 40 yazaq. Alfa üstə gəl beta 180-dir. Alfa çıx beta 40-dır. Toplasaq 2 dənə alfa 220-dir. Alfanın biri 110-dur. Cəmi də 180 dərəcə olmalıdır. Biri 110-dursa o birisi neçədir? 70. Cəmi 180 eləyir, fərqi 40 eləyir. Bir dənə misal baxaq uşaqlar. Biz 100 qəbul etdiyimiz təqdirdə belə işləyə bilərdik. Axı cavab 110 alınırsa deməli belə işləməməliyik. Faizlə işləməliyik. Bir dənə diqqətli olun. Qayda eyni qalır ha, amma faizi çeviririk. Çünki gördük ki 100 alınmadı axı. 100 ilə məsələn 100 ilə bir şey alınsaydı demək ki tapdığımız ədəd düz idi. Amma 100 ilə alınmadısa biz faiz hesablamalıyıq. Dedik ki qamma ilə fi necədir? Eynidir. İndi baxaq. Deyir qamma bu. Alfadan 20% azdır. Alfa 100%dirsə, bu 20% azdırsa olur 80%. Yəni alfanın 80%-dir. Alfa vur 80 böl 100. Gördünüz faizlə işləyirik. Yəni 80-dən falan işləmirik. Qamma görək nə deyir? Betadan 20% çoxdur. Beta 100%dirsə, bu da 20 çoxdursa 120%dir. Bu da betanın 120%-dir. Bərabərin hər tərəfindən yüzlər gedir. Bildiniz nə yazdım? Hərəsini yazdım, qoydum yerinə. Hər tərəfi də 40-a bölsəm, burada 2, burada 3 qalır. Alınır 2 dənə alfa bərabərdir 3 dənə beta. Göy qurşağı qaydasından alfa 3K-dır, beta 2K-dırmı? Axı biz özümüzdən ədədlər verirdik. Gətirib burada dəqiq yerinə qoyaq. Alfa 3K, beta 2K bərabərdir 180 dərəcə. 5 dənə K 180 dərəcədirsə, 180-i 5-ə bölək. 18-i 5-ə bölün, 3, 30-u 5-ə bölün, 36 dərəcə. Alfa, bura baxın, alfa 3K-dır, yəni 3 vur 36, 108 dərəcə. Betanı tapaq 2K, yəni 2 vur 36, 72 dərəcə. Həqiqətən də baxın, cəmi 180-dir və indi yazdığımız düpədüzdür də, yəni. Tapdıq 108 dərəcə və 72 dərəcə. Baxın, diqqətli olun. Faizdirsə, faizlə işləməliydiniz. İndi 83-cü sual, bunu silək. Tən bölən görəndə tən bölən xassələri vardı. Adamın ağlına birincisi sol böl sol, sağ böl sağ gəlir. Amma yazanda görür ki, başqa xassə tətbiq olunur. Deyir, C bucağı 90-dır. 90 dərəcəli düz bucaqlı üç bucaq çəkirik. A bucağından deyir, bir dənə AD tən böləni çəkilib. Baxın, tən bölən. Tən bölən x bölür. Aha. CD deyir 2,4-dür. Bura 2,4-dür. AB deyir 8,5-dir. Baxan kimi deməz ki, nə əlaqə? Niyə bu o biri tərəfə getdi? ABD üçbucağının sahəsini istəyirmi? Hə.
Tən böləndən mən həmişə belə bir qayda demişəm. 2 dərs öncə dedim bu qaydanı. Tən bölənin üzərində götürülmüş nöqtədən hər tərəfə çəkilmiş hündürlüklər bir-birinə bərabərdir. Bu tən böləndir, üzərində nöqtədir. Bura qədər hündürlük neçədir? 2,4. Onda bu biri tərəfə də hündürlük 2,4 olmalıydı. Bir də deyim. Tən bölənin üzərində götürülmüş ixtiyari nöqtədən hər tərəfə çəkilən hündürlüklər bərabərdir. Bura qədər 2,4-dürsə, bura qədər də 2,4 olmalıydı. Və üçbucağın sahə düsturunu ən əzbər bilirsiniz. Üçbucağın sahəsi 2də 1 AH. 2də 1. Tərəf 8,5-dir. Hündürlüyü də tapdıq ki, 2,4-dür. Xassəyə əsasən. 2,4-ü 2-yə böləndə 1,2. 8,5-i 1,2-yə vurmalısınız. Baxın, qorxmayın hesablamadan. 85-i 12-yə vuraq, sonra da sıfırları yox eləyək. 2 vur 5, 10, 1 yadda, 16, 1 yadda, 17, 85, 0, 7, 5, 12, 1 yadda, 9, 1 yadda, 10. İndi dedik, nə edirik? Vergüldən sonra 2 dənə ədəd saxlayırıq. Yəni 10,2. Cavab oldu 10,2. Yəni bu üçbucağın sahəsi 10,2 imiş. Anladınız mı? Baxın, tən bölənin xassəsi yazmalıydınız və cavab doğru çıxmalıydı. Hesablamadan da qorxmaq olmaz. Görürsünüz ki, hər hesabda qeyri-adi hesablama var. Yəni bu riyaziyyatda hesablama olmalıdır. Baxaq 84-cü sual. Bir nöqtələri birləşdirən parçanın orta nöqtəsi apsis oxunu mənfi hissəsi üzərində olarsa, uşaqlar, nəsə apsis oxunun üzərindədirsə, x-i var, yəni x-in üzərindədirsə, x-i var, y-i sıfırdırmı? Başa düşdünüz? Orta nöqtəni necə tapırdım? Demişdik, orta nöqtə imtahanın bir sualıdır. Orta nöqtə həmişə imtahanın bir sualıdır. Orta nöqtə. Orta nöqtəni necə tapırdıq? Parçanın orta nöqtəsini gəlin tapmağa baxaq. Parça həmişə maili çəkilir. Düz xəttdə düpədüz çəkə bilərsiniz, parçanı maili çəkin. Orta nöqtə deyəndə toplayıb 2-yə bölürsünüz. X-ları toplayıb 2-yə bölürük. Uşaqlar, orta nöqtənin koordinat düsturu var da. X1 üstə gəlir x2 böl 2. Bir də y-ləri toplayıb 2-yə bölürük. Bunu mütləq bilməlisiniz. İndi toplayaq 2-yə bölək də. K kvadrat çıx 4K ilə 12 çıx 4K-nı toplayaq bölək 2-yə. K kvadrat çıx 4K ilə 12 çıx 4K-nı toplayıb bölək 2-yə. Bir də bu birləri toplayaq. K kvadrat çıx 12K üstə gəl 32-ni toplayırıq. Uşaqlar, çox ədlə axı böyükdən kiçiyə yazılır. Ona görə belə sərgəli yazdım. Böl 2. Biz də dedik ki, orta nöqtə deyir apsis oxunun üzərindədir. Yəni burası var, amma burası yoxdur. Bunu da sıfıra bərabər eləyəcəyik. Burası da görək nə deyir? Apsis oxunun mənfi hissəsindədir, yəni mənfidir də. Mənfi hissəsindədir nə deməkdir? Yəni mənfidir. Nəyi 2-yə böləndə mənfi eləyir? Mənfi ədədi. Yazırıq. K kvadrat çıx 8K üstə gəl 12 kiçikdir 0. Bir də bunu əldə eləyəcəm. K kvadrat çıx 12K üstə gəl 32 bərabərdir 0. Çünki nəyi 2-yə böləndə 0 eləyir? 0. Bir dəfə buranı mənfi eləyirəm, bir dəfə də buranı 0 eləyirəm. Все, olur cavab. Baxın görək. Qara ilə yazaq. Nəyi nəyə vuranda 12 eləyir, toplayanda 8 eləyir. Düşünün, vuranda 12, toplayanda 8, 2 ilə 6. Ədəd oxunda 2 ilə 6-nı qeyd edirik. Müsbət, mənfi, müsbət qeyd edirik. Mənfi aralıq istəyir deyə 2-dən 6-ya. Uşaqlar, bunu tapdıq. Birinci bərabərsizliyə həll elədik 2-dən 6-ya. İkincini həll edirik. Biraz böyüdüm. Nəyi nəyə vuranda 32 eləyir, toplayanda 12 eləyir. Də düşünün, 4-dən 8. Bunun da köklərini tapdıq ki, 4 və 8. Uşaqlar, ikisini də ödəməlidir. Həm bura mənfi olub, həm də bura sıfıra bərabər olmalıdır. Deməli, cavab 4 ilə 8-dən biridir. Amma qırmızı ilə göstərəcəm. 2 ilə 6-nın arasında yerləşməlidir. Bunlardan hansı 2 ilə 6-nın arasında yerləşir? 4. Cavab oldu 4. Bir də diqqətli olun. Həm bunu 0 eləsin, həm də bunu mənfi eləsin. Deməli, 4-dür də 2 ilə 6-nın arasında yerləşən. Deməli, K-nın qiyməti neçə oldu? 4. Sonuncu sual. Eyler Venn diaqramı çoxluq demişdik. Baxaq. Deyir ki, kəsişmə hissə uşaqlar birlikdə budur. Kəsişmə B çıx A-dan, yəni B olan hissədən deyir böyükdür. Yazaq da. Yəni diaqramı oxumağı bacarmalıyıq da. 3x üstə gəl 4 deyir böyükdür 19 çıx 2x-dan. Yazaq.
X-ları bir tərəfə keçiririk. 5x böyükdür 19-dan 4-ü çıxın 15. X böyükdür 3. 3-dən böyük görün nə qədər ədəd var? 4, 5, 6, 7, 8, 9, 10, 11 və s. sonsuz. Bizə deyir ki, A çıx B-nin ala biləcəyi A çıx B görək neçədir uşaqlar? Baxın ora 2x üstəgəl 5. Sayı yəni 2x üstəgəl 5-dir. Deyir ən kiçik və ən böyük qiyməti tapın. Ən kiçik tapa bilərəm. Ən kiçik qiyməti görürəm 4-dür. Yerinə 4 qoyuram. 2 vur 4 üstəgəl 5. 8-in üstünə 5 gəlin 13. Ən kiçik qiymətini tapdım 13. Amma ən böyük qiymətini görmürəm axı. Görün necə baxın sonsuz ədəddir. Deməli düşünürəm ki, burada ədədləri yoxlamalıyam. Burada çıx görürəm. Gəlin burada çıxan yerinə qoyaq. 4 qoyanda 19-dan 8 çıxanda hə, müsbət ədəd alınır. 5 qoyanda 19-dan 10 çıxanda da müsbət ədəd alınır. Bildiniz nəyi yoxlayıram? Baxın. 19 çıx 2x-in müsbət ədəd olduğunu yoxlayıram. 5 də alınır. 6 qoyun. 19-dan 12 çıxanda da alınır. 19-dan 14 çıxanda alınır. 19-dan 16 çıxanda ədəd alınır. 19-dan 18 çıxanda alınır. Uşaqlar, 19-dan 20 çıxanda mənfi eləyir axı. Sizcə n natural ədəd demək deyil. Necə mənfi olsun? Demək ki, onu qoydum, ödənmədi. 11-i qoyanda da ödənməyəcək. Deməli, ödənən ən böyük qiymət neçəymiş? 9. İndi də x-in yerinə 9 qoyacam. Baxın, ən kiçik 4 qoydum. İndi ən böyükdə 9 qoyuram. 2 vur 9 üstəgəl 5. 2x üstəgəl 5-in yerinə qoydum da uşaqlar. 18-in üstə 5 gəlin 23. Uşaqlar, ən kiçik bayaq tapdıq 13 idi. İndi ən böyükdə tapdıq 23. Bizə də cəmlərini istəyir 36. Baxın, burada bir dənə bir tık düşünməliydiniz ki, n natural ədəddir. Necə bir də üstündən gedək? Bir qiymətləndirmə eləyək. Baxın, hesablama. Sadə fəza, sadə bir dənə fəza. Perimetr, sadə hesablama, kombinizon, yəni ehtimalın ən sadəsi, çevrənin ən sadəsi, trigonometriyanın ən sadəsi. Yəni ilk 13 sual ən sadə suallar düşüb. Bu 5 dənə sual mövzu haqda orta biliyə malik suallar düşüb. Baxın, 74, 75, 76, 77, 78. Bu mövzuları bilən uşaq yaza bilərdi. Yəni, baxın, loqaritmanın xassəsini bilən uşaq, konusun bilən uşaq yazardı. Yəni, bu 5 sual mövzunu bilən uşaq yazır. Son 7 sual isə riyaziyyat imtahanına girib təmkinlə hesablamalı olduğunu bilən, x-in müsbət olduğu, y-in mənfi olduğu rübləri bilən, yəni burada hissə hər bir şeyi tətbiq edib, səliqə ilə, səbirlə yaza bilən uşaq bunları da yaza bilərdi. Yəni ən azı da 4-ün yazmalıydınız ki, bal gəlsin sizə. Belə, uğurlar.